Herkese salam. Bugün sizden gelen paranormal hikayelerinizi okuyacağım. Ben oxuduqca yəqin ki, burada görünər yazılan şeyler. Biri yazıb. Demək, mən dostumla küçədə gəzirdim. Bir kişi var idi. Telefonla danışırmış kimi telefonu qulağına tuturdu. Bildiyim piyada keçidini durmadan keçirdi. Bir de biraz qəribə görünürdü. Sonra da girdi qadınlar üçün olan lazer yerinə. Lazer yerindən onu qovdular. Sonra da bir maşına mindi. Gəldi dostumun gelin bağındakı hasarlara vurdu. Dostum dedi ki, niye belə eləyirsən? O da dedi ki, yaxşı ki maşına bir şey olub, sonra da çıxıb getdi. O kişi də nəyəsə çatmırmış da yəqin ki. Yoxsa niyə durduq yerə qanunlar üçün olan lazer yerinə girsin, sonra da maşını vursun kiminsə hasarına. Neysə, sonra için keçək. Yazıb ki, yazıram. Deməli, bizim balaca məzun olan vaxt idi. Necə yəni? Balaca məzun olurdu, yoxsa balaca vaxtı məzun olan? Neysə. 4-cü sinifdə mən yatmağa hazırlaşırdım. Hər yeri söndürdüm, yatağıma uzandım. Anam da mənim yanıma gəldi və ayaq üstə durub telefona baxırdı. Sonra birdən bir qaranlıq kölgə gördüm. Anama dedim ki, sən idin. Anam da məni qorxutmamaq üçün deyib ki, hə, mənəm. Səhər oldu, oyandım. Anamdan soruşdum ki, həqiqi sən idin. Anam dedi ki, heç gecə sənin otağına girməmişəm. Mən, girməmişəm mən. Mən də dedim, axı sən idin. Məni 2-də oyatdın. Anam deyir, mən səni heç oyatmamışam. Yəqin, yuxulu olmuşsan. Nəsə, sənə elə gəlib. Yoxsa başqa nə olub bilək? Ümid edirəm ki, elə olsun. O birini oxuyuram. Axşam idi, bizim ayaq yolu da həyətdədir. Hamı yatmışdı, mən də yerimə təzə girəcəkdim. Həyətdən gəldim, evə qapıyı bağlayırdım. Gördüm ki, mətbəxin ışığı açıq qalıb. Ürəyimdə fikirləşdim ki, indi gedib söndürərəm. Birdən ışıq öz-özünə söndü, qəribə oldum. Tez yerimə girib yatdım. Yəqin mətbəxdə kimsə olub, o söndürüb ya da ki, lampa xarab olub. Oy da, dastandı bu. Neysə, oxuyuram. Mən bir dəfə nənəmgilə getdim. Orada həm də xalam qızlar var idi. Axşam oldu, biz yatdıq. Gecə 3-4 arası idi. Qapı öz-özünə açıldı. Mən də elə bildim ki, külək idi, amma külək yox idi. Mən qorxdum, yatmağa çalışdım. Sonra gözümün qabağında üzü olmayan, ayaqları tərs olan bir adam var idi. Xalam qızlarım bir də cinə inanmır. Mən ağlamaq istədim. Sonra mən qışqırdım, səsimə gəldilər. Xalam qızları, nənəm isə yatmışdı. Dedim ki, nə olub? Mən də gördüyüm dedim ona. Onlar da çox qorxdu. Onların yataq otaqlarına gedib birlikdə yatdıq. Sabah oldu. Nənəmə dedim. O da çox təəccübləndi. Məndən soruşdu ki, nə oldu? Niyə? Mən soruşdum ki, nə oldu? Niyə təəccüblənirsən? Nənəm cavab vermədi. Sonra 2-3 gün getdi. Hələ də eyni yuxunu görürdüm. Dəfələrlə nənəmə dedim, amma inanmadı. Sonra axırda mənə o cin şeyinə baxan... Axırda mənə o cin şeyinə baxanlara apardı. Yəqin nəsə olur, falçılara oxşayan belə. Baxırlar, hiss eləyirlər falan, onlar deyirdim. Dedi ki, baxan dedi ki, səni güclü bir cin lənətləyib. Mən o qədər qorxdum. Sonra isə Allah'a şükür bozdu və həmişə rahat yata bilirəm. Amma hər dəfə nənəmgilə gedəndə o otağa girməyə qorxub xalam qızlarıyla yatıram. O otaqdan uzaqlaşın. Başqa bir mənası yoxdur. Ümumiyyətlə, rayonlarda belə qocaların yaşadığı, nənələrin evində zata belə şeylər çox olur. Ona görə bıraq başına, heç ondan deyil. Biri də Twindən gəlib. Bunu rəfiqəm yazıb, indi oxuyuram. Deməli, bizim evimizdə bəzi dəyişikliklər olacağı üçün evdə əşyaların yerini dəyişdirdik. Təəssüf ki, dolabımızı yataqla üzbəüz çevirməli olduq. Amma bunun da bir pis tərəfi var idi ki, 2 dənə güzgülü qapısı var idi. Yatanda da o güzgülərdə özünü görə bilirsən. Deməli, həmin gecə anam dedi ki, gəl dolabın üstündə nəsə örtək ki, öz yansımamızı görüb qorxmayasınız.
Nəysə, anam üstünə nəsə örtdü. Gecə yatanda birdən-birə durdum ayağa, amma düz qabağımda güzgüdə bir insan sifəti var idi. Ən qorxuncu isə anamın örtdüyü şey yox idi. Sonra anamı zad durğuzdum, mənə su zad verirlər, dəhşət qorxmuşdum. Necə ola bilərdi? Korkunç. Ümumiyyətlə, belə güzgülü şeylərə mən həqiqətən inanıram şəxsən. Belə cinli-minli yox, amma belə güzgülü şeylərə inanıram. O birinə keçək. Deməli, mənim bibim qızı var idi. O bir gün evdə telefona baxanda qapıda bir adam gördü. Qara paltarlı adam gördü. Qara paltarlı adam gördü. Adam ona baxıb gülürdü. Bibim qızı da bunu görüb və deyib ki, yəqin gözlərin zəif görər və yenə də baxanda yenə görüb və qapıda yenə adam görüb. Adamı görüb sonra. Və bir dəfə qapının yanına getdi. Qapıya girəndə adam yox idi və qorxdu. Sonra da yenə oturanda yenə gördü və bu dəfə qara paltarlı adam ona yaxın gəlirdi və bir qışqırıq vurdu. Anası gəldi. Axırda anası ona su zad verdi. Gəldi, özünə gəldi. 100% kimsə ondan şit zarafat eləməyə çalışır. O birinə keçək. Deməli, bir dəfə gecə əmim qızı ilə ara məhəllədən keçirdik. Bir də gördük ki, qabaqda adam var. Sonra əmim qızı zarafat dedi, güldük. Amma yenə də qabağa baxanda artıq yox idi. Hər tərəfə baxdıq, gördük arxamızdadır. Sonra da başqa məhəlləyə girəndə eyni adam arxamızda gedirdi. Yenə yaxşı qurtardıq. Oradan marketə girdik. Sonra o getdi, biz də evə qaçdıq. Belə ara məhəllələrdə zərif basan adamlar çox olur məncə. Ona görə heç vaxt girmirəm elə məhəllələrə. Biri yazıb ki, yoxdur, uyduraram. Görək bunun xəyal gücü necəymiş. İlk dəfə uydurma bir paranormal hekayə görürəm. Bir dəfə həyətdə uşaqlarla oynardıq. Qızlarla birdən həyətdən səs gəldi və gecəydə hamımız çox qorxduq. Mamalarımızı çağırdıq. Analarımız gəlməyəndə qorxurdum. Atamızı çağırdıq. Onlar da gəlmədi. Biz də nə yazıb bu? Biz də baxışlaşdıq. Nəysə, bunu başa düşmədim. Dərhal evə qaçdıq və evdə həkim yox idi. Biz getdik, yatdıq. Tezcə, amma bu bir yuxu idi. Nə deyim indi mən? Dərhal, evdə niyə həkim olsun? Yəqin heç kim demək istəyib. Evdə heç kim yox idi. Yuxudursa lap yaxşı. Biri türk dilində yazıb. Bir dəqiqə, biri türk dilində yazıb. Şimdi 24 zamanı idi. Yaz ayında hatta annem kuaförden geldiği için kapıyı kilitlemeyi unutmuştu. Sonra içeriye birisi girdi. Ben babam sanmıştım. Koştum baktım babam değildi. Başka bir kadındı. Yüzü kapalıydı. Kucağında da bir bebek vardı. Özür diledi. Evden çıktı. 2-3 gün sonra ben okula giderken kapıyı kimse açmaya çalıştı. Ama bu sefer kilitliydi kapı. Ben korkup okula gidememiştim ve bir tane kadın 2024 tarih de vermiş. Beni çok takip ediyordu ya da ben öyle sanıyordum. I don't know. Böyleli bir anam paranormal değil ama olsun. Deyip bu hanım. Yəni deyə biləcəyim tək şey çölə tək çıxmamalıdır onda. Bitti hamısı. Təəssüflər olsun ki, hamısı bitdi. Sizinlə daha çox vaxt keçirmək istəyərdim. Amma ki, hamısı bitdi də yəni. Daha oxumağa hekayə qalmadı. Ümid edirəm ki, izləyəndə əyləncəli vaxt keçirmişsinizdir. Çox sağ olun.